Ya Allah, salam aleyküm hörmətli izləyicilər. Yenə də Bilgah qəsəbəsindəyik. Həyət evimizi çəkilişinə gəlmişik. Buyurun birlikdə baxaq. Evimiz 4 sotun içində tikilib. Həyətdə tamet daşlarla döşənib, abliçovka ilə pləkanlar yığılıb, çox zövqlə işlənilib. Vitraj pəncərələr, sağ tərəfdə söhbətgahımız, manqalimiz. Evin arxasına, yanlarına keçid var. Hardasa 2 metr, 2 metr yarım ara məsafəsi buraxılıb. Buyurun evin içinə baxaq. Ya Allah. Girişdə zal studio hazırlanıb. Bu tərəfdə mətbəx mebeli olacaq. Burada zal kimi nəzərdə tutulub. İçəridə 3 yataq otağımız var. Bir də sanuzil otağımız var. Burada kiçik uşaq yataq otağıdır. 2 dənə də böyük yataq otağı, valideynlər üçün yataq otağı nəzərdə tutulub. Biri buradadır. Çox gözəl materiallardan istifadə olunub. Keyfiyyətli aboylar vurulub. Burada da böyük bir yataq otağımız var və sanuzil otağı. Yer kermogranitli, istipoldu, kombi sistemi çəkilib, bütün şotçiklər var, işıq, su, qaz daimidir. Sənəd bələdiyyə sənədidir, 2006-nın sənədidir, alqı-satqıya yararlıdır, çıxarışa da gedir, çıxarışa gedən sənəddir. 4 sotun içində 105